Hər vaxtınız xeyir müəllimlər. Bu video vasitəsilə Karol Dweck'in düşüncə tərzi nəzəriyyəsini izah edəcəm. Deməli, Karol Dweck Stanford Universitetinin psixologiya kafedrasının professoru olmuşdu və 30 ildən çox belə qeyd eləyək ki, şagirdlərin çətinlik, uğursuzluqla qarşılaşdıqda verdikləri reaksiyalarla bağlı maraqlanıb və bu üzrə də təcrübə aparmışdı və təcrübələri göstərmişdi ki, bəzi uşaqlar ən adi bir maneədə belə sarsılıb geri çəkildiyi halda, digərləri isə daha çox belə deyək ki, məqsədlərinə bağlı olurlar. Çətinlik yaşadığı anda belə onlar geri çəkilmirlər və buna görə də Karol Dweck intellektinə görə onları iki termindən şərh etmişdi. Birincisi inkişafa açıq düşüncə tərzi, digəri isə inkişafa qapalı düşüncə tərzi. Bəs Karol Dweck qeyd eləyir ki, uşaqlar daha zəkalı, intellektual ola biləcəklərini başa düşdükdə bunun üçün çox əmək sərf edirlər və yəni intellektual, zəkalı və daha çox şey öyrənəcəklərini başa düşdükdə daha çox əmək sərf etmək, yəni başa düşürlər ki, yəni buna nail olmaqdan ötəri daha çox əmək sərf etmək lazımdır və bunun üçün də daha çox yəni vaxt sərf edib daha çox səy göstərmək lazımdır. Və sonda da təbii ki, yüksək nəticələrə gətirib çıxarmış olur. Yəni burada ümumiyyətcə bu məsələdə vurğulanır ki, nevrologiya sahəsində son araşdırmalar göstərir ki, bəs insan beynində saysız-hesabsız neyronlar var və bu neyronlar insan yəni zaman və praktika ilə neyronlar arasında əlaqə güclənə bilər. Və bu hansı hallarda olur? İnsan öyrəndiyi şeyləri dəfələrlə praktika etdikdə siz təsəvvür edin ki, neyronlar arası əlaqə necə güclənir. Uşaqlar məsələn bir şeyi dəfələrlə praktikada icra etdikdə onlar arasında əlaqə qururlar. Nəticə etibarilə uşaqlar prosesə daha yaradıcı yanaşırlar. Yaradıcı insanlar da görürsünüz ki, həyatda daha çox həvəsli olurlar da, belə qeyd eləyək. Yəni insan öyrəndiyi biliyi, təcrübəni hər dəfə, yəni belə deyək ki, praktik şəkildə çoxlu icra etdikdə ya onların mövcud neyronlar arası əlaqə güclənir və yaxud da ki, yeni neyronlar arasında əlaqə yaranmağa başlayır. Yəni bunun üçün də, yəni belə uşaqlar adətən, yəni hansı ki, hər dəfə praktikaya meylli olan uşaqlar nə edirlər? Belə olurlar ki, onlar yeni bir məsələn deyək ki, belə olduğu təqdirdə təbii ki, uşaqlarda inkişafa açıq düşüncə tərzi formalaşır. Qapalı düşüncə tərzi olan uşaqlar isə daha çox, yəni belə qeyd eləyək ki, öyrəndiklərini beynində saxlayırlar, onu icra etmirlər. Nəticə etibarilə ani bir çətinlik yaşadığı halda geri çəkilirlər, təslim olurlar və belə qeyd eləyək ki, sanki prosesdən küsürlər. Yəni incik olurlar, dəymə düşər uşaq olurlar. Amma məsələn inkişafa açıq düşüncə tərzdə uşaqlar isə məsələn bir işi icra etdikdə biz yaradıcı təfəkkürü keçəndə nə dedik? Onlar tədbirli risklər etməyi sevirlər. Yəni 1000 dəfə alınmasa 1001-cidə alınacaq deyirlər. Yəni onlar cəhdlər etməyi sevirlər və bu cəhdlər üçün çalışmağı sevirlər. Yəni onlar əziyyət çəkib tər tökməyi sevirlər və bu halda yəni uşaqlar belə olduğu təqdirdə, yəni bir üsul işə yaranmırsa digər bir üsulu sınamağa başlayırlar. Daha təcrübəli şəxslərdən yardım istəyirlər. Hətta inkişafa qapalı düşüncə uşaqlar bir üsulu sınayırlar, alınmır, geri çəkirlər. Onlar yardım istəməkdən utanırlar. Çünki başqalarının gözündə gülünc vəziyyətdə və savadsızdır, ağılsız ola biləcəkləri ehtimallarına görə heç kəsdən kömək istəmirlər. Ancaq öz köməkləri ilə davam edirlər və bu da nəticə etibarilə onların daha qorxaq olmasına gətirib çıxarır. Bundan əlavə mənbələrə başvururlar. Məsələn, inkişafa açıq düşüncə tərzində olan uşaqlar, məsələn, kitabdan axtardığı məlumat tapa bilmirsə, internetdən, Google-dan, YouTube-dan və s. məlumatlar axtarıb tapmağa çalışırlar. İnkişafa açıq düşüncə tərzində mənim məqsədim öyrənməkdir. Baxın, belə düşünürlər uşaqlar. Daha zəkalı ola bilərəm. Yəni zəkalı. Yəni buna da çalışmaq sayəsində nail ola biləcəyinə inanır. Və səylər məni daha güclü edir. Mən daha çox vaxt sərf edib, daha çox çalışıram və daha yüksək nailiyyət əldə edəcəm. Bu iki fərqli düşüncə tərzi şagirdlərə əldə etdikləri informasiyanı necə analiz etmələrinə təsir göstərir. Ümumiyyətlə, bunu da qeyd etməyi unutmur ki,
Karol Dweck, yəni bəs deyir ki, inkişafa qapalı düşüncə tərzi təkcə açıq və qapalı düşüncə tərzi təkcə uşaqlarda deyil, böyüklərdə də var bu proses. Bəzən elə müəllimlər olur ki, bax belə bir cümlələr işlədirlər. Mən 20 il, 30 il müəllimiyəm. Bundan sonra da nə öyrənəcəm ki, hər il keçdiyim şeylərdir. Daha bilmir ki, ixtisasında yenilənmələr ola bilər, yeni üsullar, qaydalar ola bilər. Hətta özündən inkişaf etmək üçün özündən balacalardan belə öyrənməyi qarşısına məqsəd qoymur belə. Yəni çünki özündə təkəbbür olur belə insanlarda. Belə insanlar daha çox belə qeyd edək ki, plastik insanlar olur. Əyiləndə qırıla bilirlər. Ona görə də heç kəsə qarşısına əyilməyi sevmirlər. Amma uğuru seçən müəllimlər isə nəyin bahasına olursa olsun uğur qazanmaq qarşısına məqsəd qoyursa, yəni o mümkün ola biləcəyi hər bir şeyi öyrənməyə çalışır və onu praktikasında tətbiq etməyə çalışır. Bundan əlavə deyir ki, o şagird öyrənə bilməz, üzr istəyirəm, ondan adam olmaz, onsuz da kütdür, nə bilim, ondan oxuyan olmayacaq. Yəni bax belə bir şeylər olmuşdu, olur. Yəni hal-hazırda yəni belə şeylər də təkrarlanır və bu nəticə etibarilə mən bir şey də nəzərinizə çatdırmaq istəyirəm ki, rəydə istifadə olunan sözlərə diqqət etmək lazımdır və niyə görə deyirlər ki, rəydə istifadə etdiyimiz cümlələr təsdiq cümlələri olmalıdır və şagirdləri geriyə çəkməməlidir. Dəyərli müəllimlər, sözün qüdrəti çox böyükdür insan həyatında və bunu hər kəsə qeyd edeyim ki, sözün qüdrəti böyükdür və biz istəyiriksə ki, gələcəyimiz, yəni gözəl nəsillərin, belə deyək ki, hər zaman iradəli gənclərin, iradəli insanların əlində olsun və biz bu zaman qiymət verərkən, əks əlaqə qurarkən mütləq dediyimiz cümlələrə fikir verməliyik. Təsdiq cümlələri olmalıdır və uşaqları müsbət motivasiya yaratmalıdır və onları gələcəkdə hər şeyin yaxşı ola biləcəyi təsəvvürünə aparmalıdır. Səndən adam olmayacaq, sən onsuz da heç nə bilmirsən, sizin nəsildə onsuz da oxuyan yoxdur deyəndə uşaq da oxumayacaq. Çünki cəmiyyət etibarilə biz xislət etibarilə elə bir məsələn təşkil olunmuşuq ki, elə yaradılmışıq ki, mənfiyə qapılmağa sanki meylliyik. Nə qədər pozitiv olsaq belə o bizim beynimizin küncündə bir yer, bir yuva salmağa başlayır. Ona görə də biz mütləq şəkildə uşaqlara rəy verərkən, bax çalışsan sən əldə eləyəcəksən. Mən inanıram. Sən çox güclü uşaqsan. Çalışsan, daha da zəkalı, daha da ağıllı ola biləcəksən. Amma bunun çalışmaqdan keçir, əziyyət çəkməkdən keçir, səy göstərməkdən keçir, oxumaqdan keçir, araşdırmaqdan keçir. Bax belə dedikdə uşaq ola bilər məktəbi qurtaranda universitetə daxil olmaya bilər, amma gələcəkdə hər hansı bir peşəyə yiyələnməyə başlayanda müəlliminin sözü ağlında qalacaq ki, araşdırmaq lazımdır, inkişaf etmək lazımdır və o zaman müəllimə qarşı təşəkkür hissi formalaşacaq. Ona görə də şagirdlər daha çox hansı müəllimlərini çox sevirlər? Məsələn, onlara ola bilər müəllim daha müsbət fikirlər söyləsin və onunla yanaşı uşağını danlasın və bu halda müəllimi çox sevərlər. O müəllimə ki, sən heç nə onsuz da bacarmayacaqsan, sənin başın boşqabdır, səndən bir şey olmayacaq düşüncəsinə qapılanda və şagirdə bu cür mənfi cümlələr işlədəndə doğrudan da o olacaq. Ona görə də biz düşünməliyik ki, qarşımızdakı insana söz deyərkən mütləq şəkildə ehtiyatlı olmalıyıq və mütləq şəkildə elə bir rəy verməliyik ki, o həqiqətən də bizim gələcəyimizdir. Hər bir uşağı öz gələcəyimiz kimi görməliyik və onlara müsbət fikir yürütməliyik, müsbət fikir bildirməliyik onlar haqqında ki, yəni onlar da o müsbəti əldə etməkdən ötəri çalışsınlar, dəyərli müəllimlər. Haşiyə çıxdım biraz və burada da qeyd olunub inkişafa açıq düşüncə tərzli uşaqlar necə olurlar? Baxın, burada da qeyd olunub. Çətinliklərdən qorxmurlar, səhvlərdən öyrənirlər. Rəylərə məsələn ola bilər, məsələn evdə uşaq məsələn deyək ki, bir aşpazdır, yemək məsələn deyək ki, təlimlərə qoşulub, yemək bişirmək istəyir və yaxud da tort bişirib satmaq istəyir və ona deyilən bütün rəyləri o inkişaf etmək istəyir axı. İnkişafa açıq düşüncə tərzi. O əziyyət çəkməyi sevir axı. Ona görə də ona verilən bütün iradları o böyük bir maraqla dinləyir.
eləyəcək. Ondan nəticə çıxarmağa çalışacaq ki, o gələcəkdə ən uğurlu insan olsun, ən belə deyək ixtisasında, sahəsində verimli insan olsun, axtarılan bir insan olsun. Və uğursuzluqlar yaşandıqda mən hələ ki bacarmıram deyir və özünə o qədər inamı güclüdür ki, mən hələ ki bacarmıram. Yəni bu o deməkdir ki, mən bacaracam deməkdir. Və burada çətinliklər qazandıqda qapalı düşüncə tərzində çətinliklər yayınırlar. Hətta biri onun üzünə səhvin deyəndə sanki o adamdan qorxub qaçırlar. Daha o adamın gözünə görünmək istəmirlər. Çünki yəni onların içində böyük bir qorxu yaranır. Müəllim mənə birdən sən yəni yaxşı məsələn tapşırığın öhdəsindən gəlmədin deyə. Yəni o zəifəm düşüncəsinə qapılırdı. O zaten məsələn bu düşüncədə ki mən zəifəm. Daha bir də başqasının dilindən bunu eşitmək istəmir. Elə bir mənfi emosiyaya qapılır ki, hətta müəllimin ona dediyi yaxşı rəyi belə o qəbul etmək iqtidarında olmur. Və təbii ki, zamanla bu uşaqların üzərində işləmək lazımdır və Karl Dweck onda deyir ki, bəs bizim şagirdlərə yanaşmağımızdan, bizim onlara yanaşdığımız və onlara tətbiq etdiyimiz strategiyadan çox şey asılıdır ki, biz uşaqları qapalı düşüncə tərzindən inkişafa açıq düşüncə tərzinə keçirə bilərik. Bəli, bu belədir. Ola bilər ki, biz özümüz böyüklər də müəyyən yaşdan sonra qapalı düşüncə tərzindən inkişafa açıq düşüncə tərzinə keçə bilərik. Və bunun üçün də müxtəlif strategiyalar var Karl Dweck'in və birinci strategiyası intellektin, zəkanın dəyişə bilən xüsusiyyətinin olmasına uşaqların inandırmaqdır. Və bunun üçün də, yəni uşaqlara qeyd etmək istəyir ki, Karl Dweck, yəni insanın beyni elastikdir. Yəni dəyişə bilər. Bizim beynimiz, bizim zehnimiz dəyişə bilər. Yəni biz zaman etibarilə hər şey daş üzərində yazılmayıb və biz istədiyimizdə bunu dəyişə bilərik. Və bunun üçün də bir nümunəni demək göstərmişdi. O nümunə nədir? Süngər texnikası. Süngəri deməli bir su ilə dolu bir qaba salır və qaba saldıqda görürlər ki, uşaqlar da müşahidə edir ki, süngər necə şişməyə başlayır. Və burada Karl Dweck izah etməyə başlayır ki, biz yeni informasiya qəbul etdikdə beynimiz belə şişir və yaxud da ki, yəni həmin süngəri sudan çıxardıqdan sonra demək su süngərdən süzülüb gedir və süngər büzüşməyə başlayır. Və Karl Dweck bununla qeyd etmək istəyir ki, beynimiz informasiya qəbul etmədikdə və mövcud informasiyanı istifadə etmədikdə bizim beynimiz də eynən, yəni bu süngər kimi büzüşür. Yəni yaddaşımız zəifləməyə başlayır. Özümüz barədə motivasiyamız çox aşağı olur. Və buna görə də o beynin elastikliyinə şagirdləri inandırmaq üçün belə bir nümunə irəli sürmüşdü. Daha başqa bir strategiya isə şagirdlərə öyrənmə prosesini səhvlərdən keçmə, belə deyək ki, səhvlərdən keçməsi mesajını ötürməkdir. Bəli, təlimin səmərəli demək idarə olunmasında da, səmərəli təlim mühitinin yaradılmasında da bu belə idi ki, biz özümüz müəllimlər də səhvlərə düzgün reaksiya verməliyik. Da dünyanın axırıymış kimi deməli biz şagirdlərə reaksiya verə bilmərik. Təbii ki, bir yerdə bir iş varsa, orada səhv də ola bilər. Yəni bir öyrənmə prosesi varsa, məlum məsələdir ki, müəllimin uşaqlara keçəcəyi dərs və yaxud da verdiyi suallar şagirdin mövcud səviyyəsindən bir qədər çətin olmalıdır ki, şagird əziyyət çəkib onu əldə edə bilsin. Yəni bu asan tapşırıq verildiyi anda uşağın orada heç bir öyrənməsi baş verməyəcək. Amma deməli öyrənmə harda baş verir? Çətinlik olan yerdə və eyni zamanda səhv olan yerdə. Yəni şagird səhvlərdən nəticə çıxarmaqla yeni bir şey öyrənmiş olur. Bundan əlavə, dəyərli müəllimlər, bunun üçün də Karl Dweck daha bir nümunəni irəli sürmüşdü. Qeyd etmişdi ki, uşaqların yeriməyini və danışmağını nümunə gətirmişdi. Məsələn, deyir, uşaq yeriməyə başlayarkən nə edir? Qalxır, yıxılır. İndi bunun da özündə bir ardıcıllıq var. Gəlin detallara girək. Necədir? Övladlarımız varsa, övladlarımızdan müşahidə etmişik. Yoxdursa da ətrafda olan, məsələn, qohum uşaqlarında belə deyək, müşahidə etmişdik və yaxud da ki, bacı qardaşımızda müşahidə etmişik. Uşaq ilk öncə yerimək üçün nə edir? Yəni, o da böyükləri təqlid edir, təqlid edir, böyükləri təqlid edərək, yəni valideynlər, böyüklər onlar üçün yerimək üçün uşağa rol modeldir. Uşaq ilk öncə ayağa qalxır, ilk öncə yeriməkdən ötəri uşaq anlayır ki, ayağa qalxmaq lazım, mən ayağa durmalıyım. Ayağa qalxır, oturur yerə.
Ayağa qalxır, yenə də yıxılır. Ayağa qalxır, yıxılır və uşaq müəyyən bir neçə vaxt ki, cəhdlərdən sonra, harasa 1 həftə, 10 gün, 15 gün cəhdlərdən sonra uşaq artıq tutub durmağı öyrənir. Tutub durmağı öyrənəndən sonra hansısa məsələn divardanmı deyək, divandanmı deyək, müəyyən əşyalardan tutaq da harasa müəyyən bir məsafəyə getdiyini görürük. Və bu proses də tamamlandıqdan sonra uşaq müəyyən balaca bir məsafədə inanır ki, artıq o tutub durdum mən, bir yerdən tutub gedə bilirəmsə, deməli mən müəyyən bir müəyyən bir məsafəyə gedə də bilərəm. Və uşaq nəticə etibarilə daha qısa bir məsafədə 2 addım, 1 addım, 3 addım atmaqla başlayır yavaş-yavaş yeriməyi öyrənməyə. Və bəzən yavaş-yavaş bunu etdikcə dəfələrlə yıxıla bilər, amma nəticə etibarilə uşaq artıq yerimə kimi bir vərdişi qazana bilir. Və Karol Dweck belə bir nümunəni də göstərir. Və təbii ki, bunu da qeyd eləyir ki, müəllimlər özləri də bizlər necə uşaqların elə qalxıb yeriməyinə, yıxılmağına pozitiv yanaşırıqsa, təbii ki, uşaqların səhvlərinə də biz o cür, yəni pozitiv yanaşmalıyıq da, yəni dünyanın axırıymış kimi bir məsələ kimi yanaşmamalıyıq. Daha sonra nəzərə alınması daha vacib bir məsələlərdən biri də ondan ibarətdir ki, biz uşaqlara düzgün şəkildə, yəni tərifləmə metodundan istifadə etməliyik. Biz burada uşağın ağlını, zəkasını, yəni tərifləməməliyik. Çünki bax məsələn Karol Dweck əvvəl nə qeyd etmişdi? Biz uşağın zəkanın və ağlın çalışmaqdan keçdiyini öyrətsək, uşaqlar bunun üçün çalışacaq. Yox, mən uşağa desəm ki, sən bu uğuru məhz sırf ağıllı, zəkalı olduğuna görə əldə etmisən və belə olduğu təqdirdə və araşdırmalar da göstərir ki, yəni belə tərifləmələr əslində çox yanlışdır. Niyə görə? Çünki yəni bu uşaqlarda yəni elə bir qorxu hissi yaradacaq və növbəti cəhdləri etməkdən qaçındıracaq. Çünki uşaqda belə bir təsəvvür yaradacaq. Birdən səhv etsəm nə olacaq? Birdən səhv etsəm, deməli mən müəllimin gözündə ağılsız olacağam. Müəllim daha mənə əvvəl kimi ağıllı və daha əvvəl kimi sevgi ilə yanaşmayacaq və s. belə bir qorxu və təlaş yaranmağa başlayır uşaqda. Və Karol Dweck deyir ki, yəni bunu etmək olmaz və bunun üçün də 4 mərhələdən ibarət tərifləmək üçün, yəni düzgün tərifləmə metodunu əks etdirən və bunun uşaqların davranışına necə yansıdığını göstərmək üçün 4 mərhələli bir praktika, bir belə qeyd eləyək ki, təcrübə keçirir. Deməli, birinci mərhələdə, deməli bu mərhələni adətən 400 nəfərdən ibarət 5-ci sinif şagirdlər üzərində keçirir. Deməli, belə olur ki, birinci mərhələdə 10 sualdan ibarət asan IQ, belə deyək ki, IQ testi verilir və nəticədə görülür ki, hamı yüksək nəticə toplayır və uşaqları 2 hissəyə ayırır. 200 nəfər bir qrupda, 200 nəfər bir qrupda və 200 nəfəri birinci qrupa uşaqlar deyilir ki, siz ağıllı olduğunuza görə bu testdən keçmisiniz. Deməli, görürsünüz necə zəkalı uşaqlarsınız ki, bu testdən yüksək qiymət, yüksək bal toplamısınız. İkinci, bu otaqdan çıxır, gedir o biri otaqda, o biri şagirdlərə deyir ki, siz çox çalışdığınıza görə, çox səy göstərdiyinizə görə bu nəticəni toplamısınız, ha? Bunun nəticəsidir. Siz çoxlu səy göstərdiniz, siz çoxlu əziyyət çəkdiniz, səy göstərdiniz və onun nəticəsi olaraq belə bir nəticə topladınız. Daha sonra ikinci mərhələdə müəllim şagirdlərə çətin və asan tipli. Artıq şagirdlərə birinci sualı verir birinci mərhələdə. Uşaqlar tapşırığına yüksək bal toplayırlar və sonra uşaqları 2 hissəyə ayırır və birinci hissəni ağlına görə tərifləyir, ikinci hissəni isə cəhdləri, əziyyəti, səylərinə görə tərifləyir və daha sonra ikinci mərhələyə həmin uşaqları cəlb eləyir və burada şagirdlərə deyir ki, demək sualların bir qismi çətin, bir qismi isə asan tiplidir və bu zaman seçimi uşaqlara verir. Deməli, təriflədikdən sonra ikinci mərhələdə uşaqların burada seçimlərinə diqqət eləyir. Yəni, uşaqların qarşısına çətin və asan kimi testlər qoyur. Və müşahidə nəticəsində əldə olunur ki, deməli, ağlına görə təriflənən uşaqların 67% məhz asan tipli testləri seçir və bizə belə deyək ki, çalışqanlığına görə təriflənən uşaqların 92% isə çətin tipli suallar seçirlər. Çünki o uşaqlar çətinlikdə artıq çalışdıqca nəyəsə nail ola biləcəklərinə inanırlar.
inanırlar. Və bu zaman Karol Dweck burada da qeyd eləyir ki, şagirdlər düşünür ki, məni ağıllı, istedadlı hesab edirsə və buna görə də məni dəyərləndirirsən. Ona görə də sənin gözündə daha aşağı yerlərə düşməməyim üçün mən asanı seçməliyəm ki, mən sənin gözündə o dəyərini qoruyub saxlayım. Və ona görə də ağlına görə təriflənən uşaqlar məhz asan tipli testlərin seçilməsinə meyl göstərirlər. 3-cü mərhələdə dəyərli müəllimlər, 3-cü mərhələ gəlir. Bunu yerini dəyişdirim. 3-cü mərhələ gəlir. Deməli, burada isə şagirdlərin daha çox belə deyək də, uğursuzluğu necə qəbul etməsi ilə bağlıdır. 3-cü mərhələnin mövzusu şagirdlərin uğursuzluğu öz həyatlarını necə qəbul etməsi ilə bağlıdır. Və bu zaman ilkin olaraq Karol Dweck elan eləyir ki, uşaqlara bu test çox çətindir. Sizin heç birinizin bu testdən keçmək imkanınız yoxdur. Və bu zaman görüləcək ki, ağlına görə təriflənən uşaqlar bu prosesdən kənara çəkiləcəklər. Kənara çəkiləcəklər. Yəni, necə kənara çəkiləcəklər? Çətin testi işləyəcəklər, müəyyən hissədə yarıda saxlayacaqlar və davam etməyəcəklər. Artıq onların müqaviməti qırılıb, sanki soyuq qışda qarın üzərində gəzirlər və onların müqaviməti qırılıb və onlar qarın üzərinə eləcə yıxılırlar və öz həyatları barədə irəli getmək arzusunda olmurlar. Çalışqanlığına görə təriflənən uşaqlar necədirlər? Mən nə olursa olsun bu soyuq qarıda bu yolu gedib çatacağam və son addımı olmuş olsa belə o sona qədər gedəcəyinə inanır. Və belə uşaqlar həmin çətin testdə səhv edəcəkləri ehtimalını bilsələr belə, yəni geri çəkilmirlər və onlar cəhd edirlər. Və cavab səhv olsa belə, onlar yenə də həmin o tapşırığı sonuna qədər icra edirlər. Çünki onlar artıq güclü olduqlarına inanırlar. Təcrübənin sonuncu mərhələsində isə IQ testi verilir yenidə və bu zaman Karol Dweck elan eləyir ki, bu testdə məhz birinci mərhələdəki test kimi asandır. Və bu zaman demək görülür ki, nəticə etibarilə görülür ki, deməli hansı ki birinci mərhələdə bütün uşaqlar suallara düzgün cavab vermişdi. Asan sual idi çünki və bu zaman görür ki, deməli 100% nəticədir. Siz təsəvvür edin ki, 2 hissəyə ayrılıb 200 nəfər bir komanda, 200 nəfər bir komandada. Ağlına görə təriflənən uşaqlardan nəticələrdə 20% geriləmə, demək çalışqanlığına görə təriflənən uşaqlarda isə 30% artım müşahidə olunub. Deməli bu da onu göstərir ki, bizim təriflərimizin uşaqların fəaliyyətlərinə, uşaqların davranışlarına və onların nailiyyətlərinə demək böyük təsiri var. Ona görə də biz dediyimiz sözlərdə mütləq şəkildə diqqətli olmalıyıq. Yəni ən zəif şagirdi belə biz onu yəni sən çalışırsan, ağıllısan deyə çalışırsan, yəni və yaxud da çalışqan olmayan şagird ağılsızdır, yəni düşüncəsinə qapılmamalıyıq. Biz müəllimlər belə yəni öz motivasiyamızı itirməməliyik bu xüsusda. Daha sonra müəllimlər inkişafa açıq düşüncə tərzinin daha bir metodu bundan ibarətdir ki, mütləq şəkildə uşaqlara gözləmə vaxtının verilməsidir. Biz uşağa sual verdiksə, mütləq şəkildə gözləmə vaxtının verməliyik. Olmadı belə, məsələn görürük ki, uşaq gec cavablandırır. Məsəl üçün mənim özüm praktikalarımdan biri belədir ki, sual verəm uşağa, daha hazırlıqlı uşaqlar yerdə özlərini öldürürlər ki, müəllim mən cavab verim. Dedim ki, heç kəsdən soruşmuram. Əks halda, yəni yerdən dillənən uşağın qiymətini kəsəcəm. Belə dedikdə sakitləşirlər və mən əlavə yardımcı suallar verərəkdən o uşaqdan cavabı almağa çalışıram. Və özüm sualın cavabını, çünki mən burada mən özüm öyrənmək üçün gəlməmişəm ki, sinifə. Və yaxud da mənim məqsədim oxuyan uşaqları ancaq irəli aparmaq deyil. Mənim məqsədim bütün uşaqlara bərabər imkanlar yaratmaqdır. Ona görə də ən zəif şagirdimi belə qaldırıram. Ona öz gücünü, necə deyim, müsbət mənada gücünü sübut etməyə çalışıram ki, sən istəsən nəticə əldə edə bilərsən və bu metodum təbii ki də işə yarayır. Ona görə də uşaqlara gözləmə vaxtının verilməsi vacibdir. Yəni əgər müəllim dəfələrlə bunu etdikdə, ya özü sualı cavablandırdıqda, ya da daha hazırlıqlı bildiyi şagirdə cavablandırmasına təmin etdikdə, nəticə etibarı ilə şagird də
belə qeyd eləyək ki, yəni artıq deyəcək, özünə əziyyət verməyəcək də suala cavab verməkdən ötəri. Onsuz da deyəcək müəllim məndən soruşmur, mən niyə görə cavab verməliyəm kimi bir fikir beynində dolanacaq. Ona görə də dəyərli müəllimlər, nə etməliyik? Biz şagirdlərimizi maksimum irəli aparmalıyıq. Bu nə deməkdir? Sən əgər suala anında cavab verirsənsə, sən mükəmməlsən. Mükəmməl də nə deməkdir? Perfeksionizm, yəni sürətli və perfeksionizm olması təbii ki, heç bir işdə mükəmməllik yoxdur. Yəni bu o deməkdir ki, mən mükəmməl deyiləm. Mən sürətli deyiləm. Mən bacara bilməyəcəm. Yəni məsələ o demək deyil ki, biz ancaq uşaqları tərifləməklə biz onların davranışlarını və yaxud da düşüncələrini qapalı düşüncə tərzinə keçiririk. Eyni zamanda sual verərkən biz uşağı gözləməsək belə, uşaq o zaman da qapalı düşüncə tərzinə keçəcək. Daha sonra uğura gedən yolun eyni zamanda müəllimlərin uşaqlara verdiyi əks əlaqədədir. Əks əlaqə zamanı destruktiv olmalıdır, gələcəyə yönəlik olmalıdır. Uşaqlara deməli, yəni bir işin üzərində çalışaraq uğurlu nəticə əldə edə biləcəklərinə inandırmaq lazımdır. Məsələn, bax nümunə. Görürəm qeydlərində və öyrəndiyimiz üsullardan istifadə etmisən. Afərin, bu cür davam et. Bu şəkildə etdikdə uşaq istər-istəməz, yəni özündə inam qazanır və irəliyə doğru addımlayır. Daha sonraki strategiya hələ ki bacarmıram, hələ sözündən istifadə etməkdir. Ümumiyyətlə dəyərli müəllimlər, uşaqlarda artıq biz belə bir düşüncə formalaşdırmalıyıq ki, yəni Karl Dweck nə deyirdi? Deyirdi ki, beynin dəyişə bilən bir orqan olduğuna, təfəkkürün, düşüncənin dəyişə bilən bir orqan olduğuna, yəni belə deyək ki, bir anlayış olduğuna şagirdləri inandırmalıyıq və biz bunu etdiyimiz zaman uşaqlar yəni həqiqətən də inkişafa açıq düşüncə tərzində köklənəcəklər, cəhdlər etməyə köklənəcəklər və bunun üçün də biz uşaqlara hələ sözünü beyinlərinə yeritməliyik. Nə etməliyik? Hələ ki bacarmıram. Hələ ki mən lazımı səviyyədə deyiləm. Bu işi görmək üçün lazımı səviyyədə deyiləm. Hələ ki mən bu uğura nail olmaq üçün lazımı səviyyədə deyiləm. İmtahanda uğur qazanmaq üçün hələlik lazımı səviyyədə inkişaf etməmişəm və s. bunu etdikdə uşaq bilir ki, hələlik var da. Yəni bu hələ yəni son deyil də. Yəni mən çalışaraq daha ağıllı, daha zəkalı ola bilərəm. Yəni ağıllı olmaq da daha çox yəni çalışmaqdan keçir də, belə qeyd eləyək. Yəni hələ ki bacarmıram düşüncəsinə qapılmaqda və bunun üçün də müəllimlərin də üzərinə yenidə vəzifə düşür. Nədir? Formativ qiymətləndirmə aparan zaman uşaqlara verdiyimiz hansı ki o meyarlar var, məsələn qiymətləndirmə meyarları hazırlayırıq cədvəllərlə filan. Yəni biz onlara hələ sözündən istifadə etməliyik və bu zaman o uşaq hələni oxuduqda anlayacaq ki, mən hələ ki bacarmıram, amma bacaracağam. Yaxşı nəticə əldə edəcəm. Yəni belə bir mesaj ötürmüş olur şagirdin zehninə. Deməli bu zaman indi müəllimlər aşağıda burada situasiyalar var. Yəni bunların bir ikisini oxuyum. Müəllim şagirdə nisbətən çətin tipli məsələ verir. Şagirdlərdən biri deyir: "Mən bu mövzundan zəifəm. Demək, keçən dərs bu tipli tapşırıq elədim, alınmadı. Bu dəfə bacara bilməyəcəm." Deməli burada uşaq artıq görülür ki, inkişafa qapalı düşüncə tərzindədir və müəllim burada uşağa necə yaranır? Hələ ki bacarmırsan. Tapşırığı üzərində çalışdıqca alınacaq, işləyə biləcəksən. Gəl keçən dəfəkindən fərqli həll yolundan istifadə edək. Daha sonra şagird esse yazır və müəllim səhvlərini göstərir. Şagird deyir: "Mən yazmaqda ümumiyyətlə yaxşı deyiləm." Müəllim deyir: "Narahat olma, başlanğıc üçün yaxşıdır." Burada müəllim rəy verir. Burada məntiq qurmağın xoşuma gəldi. Gəl indi biraz daha aydın ifadə etməyə, fikrimizi genişləndirməyə çalışaq. Və bu gördüyünüz kimi daha bir neçə strategiyadan istifadə olunmuşdur. Bundan əlavə müəllimin də özünün qura biləcəyi cümlələr var. Bunlar hansılardır? Sən hələ bacarmırsan, amma davamlı çalışsan bacaracaqsan. Ən önəmlisi səy göstərməyindir. Səhv öyrənmək üçün bir fürsətdir. Özünü başqası ilə yox, dünənki özünlə müqayisə et. Çətinliyi inkişaf üçün fürsətdir. Sinifin dəyərləri. Məsələn, sinif səhv demək olar ki, tədrisin
Sinifdə səhvlər tədrisin bir hissəsidir lövhəsinə asılmalıdır. Şagirdlər dərsin sonunda bu gün nəyi daha yaxşı öyrəndim sualını verməlidirlər. Siz hətta şəxsi jurnalları da yazmağı uşaqlara tapşıra bilərsiniz. Şagirdlər bir-birinə nəticəyə görə yox, səylərə görə tərif versinlər. Hələ bacarmıram ifadəsini bir şüar kimi şagirdlər beynində formalaşdırmalıdırlar. Belə dəyərli müəllimlər, daha bir videonun sonuna gəldik. Əgər videoda verilən məlumatlar və izahım sizin üçün faydalı oldusa, videonu bəyənməyi, şərh yazmağı unutmayın. Sizə çətin olan mövzular barədə şərh bölməsində bildirə bilərsiniz ki, onu ən asan, ən sadə üsulla, yenə də bacardığım qədər ən sadə üsulla sizlərə izah edəcəm. Unutmayın ki, kurikulum gündəlik bizim həyat tərzimizdə olan şeylərdir. Bundan əlavə bunlar termin kimi istifadə olunduğuna görə biz bəzən burada çaşa bilərik, amma çaşmayaq, çünki gündəlik həyatımızda istifadə etdiyimiz şeylərdir. Bundan əlavə kurikuluma bir bütöv kimi yanaşmaq lazımdır. Heç bir mövzuya ayrı-ayrılıqda yanaşmırıq və biz bunu etdiyimiz zaman arada əlaqə qırılacaq, nəticə etibarilə müəllim olaraq da təşvişə düşəcəyik. Ona görə də dəyərli müəllimlər, özümüzə maksimum inamlı olaq, çünki mən sizin hər birinizə çox-çox inanıram. Sağ olun, salamat qalın.